Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı müğənni Lalə Dadaşovanın oğlu Zaurdan danışıb. Ölkə axşamaza istinadən xəbər verir ki, aktrisa bir gün verilişində Zaurun həbsxanadan çıxdığını deyib. O bildirib ki, hazırda münasibətləri yaxşıdır. Kamera qarşısında Zaura zəng edən Mehriban Xanlarova deyirəm düşmən deyilik. İnanmırlar. Dedilər azadlığa çıxıb. Baxıram, mənə mesaj da yazmısan. Sözlərini söyləyib. Zaur isə nə olsun ayrılmışıq, dostuq. Hər zaman qulluğundayam. İndi də deyirəm ki, Mehriban kimi kişi balası görməmişəm. O başqa insandır. Mehriban mənim birinci və sonuncu sevgimdir. Amma birləşmək olmaz. Bitib. Sözlərini əlavə edib. Qeyd edək ki, Zaur xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur.